Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 17 olan buraxılışı ilə qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Ukrayna müharibəsinin diplomatik xəttində mühüm məqamlar baş verir. Volodymyr Zelenski, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Floridadakı Mar-a-Lago iqamətgahında danışıqlar aparmaq üçün səfər planlaşdırır. Bu görüş müharibənin bitməsi üçün hazırlanmış yeni sülh planı çərçivəsində baş tutacaq. Eyni zamanda Kiyev, Avropa ölkələrindən sülhməramlı kontingent dəstəyi üçün, daha doğrusu dəstəyi gözlədiyini açıqlayıb. Beləliklə, müharibənin bitməsi və regional təhlükəsizlik üçün fərqli istiqamətlər ortaya çıxır. Amerika Birləşmiş Ştatları vasitəçiliyi ilə sülh müzakirələri, Ukrayna tərəfdən təklif olunan 20 maddəli sülh planı və Avropa ölkələrinin sülhməramlı rolu. Bəs növbəti görüş artıq yekun ola bilərmi? Avropanın əsas mövqeyi necədir? Araşdırmışıq, izləyək. Ukrayna prezidentinin indiyə qədər Birləşmiş Ştatlara dəfələrlə səfər eləməsi, xüsusən də ilk dəfə Mar-a-Lagoda planlaşdırılan mümkün görüş Vaşinqtonun müharibənin bitməsi üçün vasitəçilik rolunu yenidən mərkəzə gətirir. Zelenski ilə Trump arasında müzakirələr hələ tam dəqiqləşməyib, amma bu səfər sülh planının həm məzmunu, həm də tətbiq mexanizmi üçün kritikdir. Həmçinin ötən gün Ukrayna Birləşmiş Ştatlar rəhbərliyinin müzakirə təklifləri ilə bağlı 20 maddəli sülh planını dərc edib. Bu plan Ukrayna suverenliyinin təsdiqini, Rusiya ilə hücum etməmə haqqında razılaşmanı və etibarlı təhlükəsizlik zəmanətlərini nəzərdə tutur. Sənəd daha sonra Rusiya tərəfindən cavablandırılmalıdır ki, bu da danışıqların gedişatını müəyyən edəcək. Ukrayna-Rusiya savaşının bitirilmesi maksadıyla Donald Trump 20 maddelik bir teklif sahaya sürdü. Bu teklifi Zelenski kabul ediyormuş gibi görülse de Putin'in kabul etmeyeceği hükümler olduğu da görülmektedir. Bununla beraber toprak kayıplarına razı olması beklenen Zelenski'nin Ukrayna topraklarının bir kısmını Rusya'ya bırakması halinde böyle bir hususu Ukrayna Genelkurmayı, Ukrayna Parlamentosu ve Ukrayna halkı kabul edecek mi? Bu belirsizliğini korumaktadır. Birləşmiş Ştatların vasitəçiliyi bu müzakirələrin əsas hissəsidir, amma Avropa ölkələri də öz mövqelərini gücləndirir. Fransa prezidenti Macron və Böyük Britaniya baş naziri Keir Starmer kimi liderlər Ukraynaya dəstək və təhlükəsizlik zəmanətləri məsələlərini fəal sürətlə müzakirə edirlər. Paris və London kimi paytaxtlarda keçirilən görüşlərdə Avropa liderləri Ukrayna üçün sülhməramlı kontingentin yaradılması və müharibədən sonraki təhlükəsizlik strukturlarının işə salınması üzrə müxtəlif təşəbbüslər irəli sürüblər. Bu yalnız döyüş zonasında yox, həm də post-müharibə nizamlanmasında Avropanın rolunu gücləndirmək cəhdidir. Lakin sülhməramlı qüvvələrin yaradılması məsələsi təkcə sözlərlə həll olunmur. Bu həm də əməliyyat və maliyyə mexanizmlərini cəlb eləməyi tələb edir ki, bu da yalnız Ukrayna və Birləşmiş Ştatların deyil, Avropa ölkələrinin koordinasiyalı fəaliyyətini zəruri eləyir. Avropa İttifaqı Ukrayna müharibəsinin maliyyələşdirilməsini növbəti 2 il üçün təmin etmək qərarı bütün ilin ən vacib hadisələrindən biridir. Maliyyələşmənin əsas məqsədi Ukraynaya son 4 ildə etdiyi kimi müharibəni davam etdirməyə imkan verməkdir və əsas məqsəd Avropanın Rusiya tərəfindən öz gücünü artırmasıdır. Bu, Rusiya üçün fəlakətdir və Avropanın strateji aktor kimi özünü praktikada necə göstərdiyini göstərir. Bundan əlavə dəstək və maliyyə olmasaydı, indi həqiqətən də Ukrayna olmazdı. Ukrayna üçün hazırda əsas sual budur. Münaqişə necə bitəcək və təhlükəsizliyi kim təmin edəcək? Yeni elan edilmiş 20 maddəli sülh planı hədəfləri aydın şəkildə müəyyən edir. Suverenlik, təhlükəsizlik zəmanətləri və monitorinq mexanizmləri. Lakin Rusiyanın bu planı qəbul eləməməsi və mövqelərində dəyişiklik eləməməsi səbəbindən sülh dialoqu hələ tam nəticə verməyib. Vladimir Putin səviyyəsində dialoqa açıldığı bəyan olunmasına baxmayaraq, təmas xəttində atəşkəsə dair ciddi irəliləyiş olmayıb və qarşı tərəfin mövqeyi hələ rəsmi təsdiqlənməyib. Son halda isə Avropa ölkələrinin və Birləşmiş Ştatların həm sülh planında, həm də sülhməramlı kontingent məsələsində daha sistemli yanaşma göstərməsi vacibdir. Bu isə Ukraynanın nəzarəti altında təhlükəsizlik strukturuna qovuşması, həmçinin region üçün davamlı sülh modelinin formalaşması ilə nəticələnə bilər.